Bəzən görürük ki, bu ilahi rəhmət qarşısında müsibətlər var, bəlalar var, sıxıntılar var. Bunlar insanların öz əlləri ilə törətdiyi əməllərin nəticəsidir. Bu dünya sınaq dünyasıdır, bu dünya imtihan dünyasıdır. Bu dünyada Allah-u Teala işlərə bir o qədər də müdaxilə etmir. Çünki hər işə müdaxilə etsə sınaq baş verməyəcək, imtihan baş verməyəcək. Bu bir mərhələdir bu dünya. İmam Hüseyin əleyhissalamın məşhur bir kəlamı var, buyurur ki, sanki dünya heç olmamışdı və sanki axirət həmişə mövcuddur. Yəni imam demək istəmir ki, dünya olmayıb. Sadəcə demək istəyir ki, dünya əvvəl və son deyil. Əvvəl də Allahdır, son da Allahdır. Axirət əbədidir, həyat əbədidir. Dünya həyatı bu əbədiliyin içərisindəki bir mərhələdir. Bu mərhələ sınaq mərhələsidir, ibtila mərhələsidir, bəla mərhələsidir. Bizim bərdən deyirlər ki, Afrikada insanlar acından qırılır. Qəzzada günahsız insanlar qida tapmırlar, yemək tapmırlar, acından qırılırlar, başlarına bombalar yağılır. Allah varsa buna niyə icazə verir? Haşa, Allah olmasa da belə bunlar baş verirsə, onda kimin üstünə yıxacaqdınız bunları? Demək, biz ilahi dəngələr var, ilahi sünnələr var, onu düzgün təyin etməyəndə başlayıb özümüzdən bəhanələr uydurub kiminsə üstünə günahı atmaq istəyirik. Bu günah biz insanların günahıdır, hər birimizin günahıdır. Yer üzərində nə baş verirsə, hər bir insan buna sorumludur. Biz elə bilir ki, qiyamət günü bizim özümüzdən soruşacaqlar, elə bununla da iş bitəcək. Qiyamət günü bizdən elə şeylər soruşulacaq ki, özümüz belə təəccüb eləyəcək ki, biz bu qədər şeyin məsuliyyətini daşıyırmışıq ki. Biz elə təhcə gedim, işləyim, pul gətirim, evdə balalarımı yedizdirim, doyuzdurum, rahat yatım. Elə bu idi mənim vəzifəm, yox bu deyildi. Dünyanın harasında bir problem varsa və sən o problemdən xəbərdarsansa, ona bir sözünlə, əməlinlə, qəlbinlə nəsə bir mövqe bildirməliydin. Bunu eləməmisənsə, bunu sorumlusan. Allah buyurur, dayandırın onlar sorğu-sual olunacaqlar. Fəsadlar hamısı bizdəndir. İlahi rəhmətdə hər hansı bir qüsur və hər hansı bir nöqsan yoxdur. Allah buyurur, quruda və suda. Fəsad ortaya çıxdı. Nə ilə? İnsanların etdiyi, törətdiyi əməllər nəticəsində. Allah da buna izin verir. Niyə? İnsanlar etdikləri əməlin acısını dadızdırır ki, bəlkə insan haqqa doğru gəlsin. Anlasın ki, dönüşümüz Allaha doğrudur. Biz bu dünyada heç nəyə sahib deyilik, amma nəyəsə itirməkdən də qorxuruq. Heç nəyimiz yoxdur. Bir manatımızı itirməkdən qorxuruq. Nə bilim, mülkiyyətimizi itirməkdən qorxuruq. Halbuki bunların heç birinə biz sahib deyilik. Bəşər bunu anlamalıdır.